Ziyarət elədik. Bu Müslüm babalarını ziyarət elədik. Bu Kazım babalarını ziyarət elədik. Sonra Samir şəhərində olanları ziyarət elədik. Ben hamısına bu Trav şirkəti olarak bütün rəhbərliyinə uzun ömür can sağlığı arzu edirəm ki, bundan sonra gezmək istəyənlər hamısı Uğur Travelə geçsinlər. Onlar çox insanlar başa salırlar, dəmir başa salırlar və yaxşı xidmətlərində dururlar. Bu qədər, çox sağ olun. Allah razı olsun. Allah müvəssiz, sağ olun. Ya Allah məşəl. Salam aleyküm. Salamlayıram bizi izləyənləri, səhvəmizi izləyənləri. Biz Seyid Kamran qardaş, sənə də təşəkkür edirik. Rasim qardaşımıza təşəkkür edirik. Hacı Davud qardaşımıza da təşəkkür edirik. Samira şəhərindən ta Məşhəd şəhərinə qədər yəni, Allah sizin köməyiniz olsun ki, hər şey yerli yerindədir. Sizin əlinizdən nə gəlsə siz onu elədiniz. Qalan bütün problemlər sizə aid deyildi. Siz nə qədər əlinizdən nə gəlirsə elədiniz. İnşallah bunlar, bu sözlərimiz kamera xəttinə deyil. Həqiqətən Allah təala sizlərə də qismət eləsin. İnşallah o tərəfindən səyahətə çıxın və yaxud ziyarətə çıxın. Özünüz də inşallah bizim bu xoş sözlərimizə tam əminliklə, özünüz öz gözlərinizlə görəcəksiniz. Sağ olun, Allah razı olsun. Ya Allah, zavallarımızdan biri Təvəkkül qardaşımız. Bismillahirrahmanirrahim. Hər bir kəsi salamlayıram. Həqiqətən də ziyarətimiz çox yaxşı keçir. Ta Samirradan Məşhəd şəhərinə kimi bütün ziyarətlərimiz yaxşı keçib. Uğur Travel şirkəti olaraq bütün rəhbərliyinə, Kamran əmiyə, Vüsal əmiyə, Rasim əmiyə, Davud əmiyə hamısına salamlarımı göndərirəm. Çox sağ olsunlar ki, belə bir travel yaradıb ziyarətə aparırlar insanları. Çox əynəsin. Allah sənə yenə nəsib eləsin. Sağ ol. Ya Allah. Allah Teala hamının ziyarəti qəbul etsin. İslam içində. Həmin olsun ziyarətə gedənlərin, Kərbəlaya, Məşədiyə gedənlərin hacı nəsib olsun. Amin. Allah sizin də köməyiniz olsun ki, çox əziyyət çəkdiniz. Allah razı olsun. Halal edin bizə. Allah köməyimiz, halal xoşumuz olsun. Ya Allah. Sonra kim? Ya Allah. Salam olsun. Qardaş, çox sağ olun. Uğur Travel olaraq şirkətimizə, başda rəhbərimiz, qrup rəhbərimiz Rasim, Kərbəla Rasimə, sizə Seyid Kamran. Sağ olun, Allah razı olsun ki, çox yüksək səviyyədə təşkil ediniz bu ziyarəti. Arzusunda idi illərlə qismət oldu və sizlə getdik. Ən əsası gözəl zəvvər yoldaşları qazandıq burada. Gözəl kollektivimiz oldu. Yollarımızı, müqəddəs ziyarətgahlarımıza ziyarət elədik. Saxında Allah əzizlə vətənə dönürük. Millətimiz üçün, vətənimiz üçün, bizdən iltiması dua istəyənlər üçün dua elədik.